Abzas Media haqqında yeni məlumatlar Abzas Media rəhbərliyinin xarici donor təşkilatları Qeyd olunan şəxslərin jurnalist fəaliyyəti ilə əlaqədar olaraq hər hansı bir təqib halları baş verməmişdir. Dırnaqarası demokratik inkişafa dəstək vermək adı altında xeyli sayda donor təşkilatlarla gizli əməkdaşlıq edir. Burada niyə qaçırsınız? Bilmək olarmı? Nərgiz! Abzas Media layihəsi əsla kiv deyil. Xəfiyyə və hibrid mübarizə platforması. Başqa vaxtda mən sizə yeni müsahibə verirəm. Bununla bax, bu ayaqsı söhbət. Biz aşağıda çəkirik. Konstitusiya buna icazə verir. Xeyr, Milli Məclisin binasını... Siz konstitusiyaya qarşı çıxırsınız. 6 əməkdaşı həbsdə olan, fəaliyyətini isə mühacirətdə davam etdirən Abzas Media bu gün 10 yaşını qeyd edir. Korrupsiya araşdırmaları ilə tanınan media qurumunu 2016-cı ildə bir qrup gənc təsis edib. Abzas Media elə bir vaxtda fəaliyyətə başladı ki, Azərbaycanda azad söz, azad mətbuat artıq baskılar altında idi və bir xeyli müstəqil mətbuatda susturulmuşdu. Belə bir vaxtda meydana çıxmaq və öz sözünü demək doğrudan mümkünsüz bir iş idi, amma Abzas Media bunu bacardı. Əlinizi çəkin. Əlinizi çəkin. Bu illər ərzində Abzas Media əməkdaşları peşə fəaliyyətlərini yerinə yetirdiklərinə görə dəfələrlə təqib və təzyiqlərlə özləşiblər. Jurnalistlərə çəkilişlər zamanı müdaxilələr edilib, qanunsuz olaraq polis idarələrinə aparılıb. Fəaliyyətlərinə görə fiziki və psixoloji zorakılığa məruz qalıblar. Mən jurnalistəm, siz mənə işimə mane ola bilmərsiniz. Hökumət medianın özünə və əməkdaşlarına qarşı sistemli şəkildə baskı siyasəti həyata keçirib. Suyun gəlir. Suyun gəlir sənin ya. Su gəlmir. Buna baxmayaraq, media qurumu fəaliyyətini davam etdirib, sosial problemləri işıqlandırıb, sənədli filmlər hazırlayıb, qadağan olunmuş Söyüdlü kəndinə gizli şəkildə girməyi bacarıb, doğrudakı vətəndaşlara qarşı edilən təzyiqləri ictimaiyyətə çatdırıb. Cəmaatı hədəliyir. Həmçinin silsilə formada dərc etdiyi 20-dən çox araşdırılmamış cinayətlər seriyası ilə cinayət işlərində adı çəkilən yüksək vəzifəli məmurların məhkəmə qapılarından necə kənarda tutulduğunu göstərib. Məhkəmə istintaqı yekunlaşsa da Bərxudarovu sorğulamağa ehtiyac duyulur. Elman Rüstəmov isə ona yönəlik ittihamlarla bağlı açıqlama verməyib. Ambassadorluq şöbə rəisi Kərim Əlimardonov məni otağına gətirən kimi seyfdən başı qotazlı bir çubuq çıxartdı. Mənə dedi ki, diz çök. Bəs 2021-ci ildə açılışını ölkə başçısının etdiyi bu 7 mərtəbəli otel kimindir? Abzas Media 30-a yaxın korrupsiya araşdırması dərc edərək yüksək vəzifəli şəxslərə, məmurlara və onların ailə üzvlərinə bağlı olan şirkətləri ifşa edib. Xüsusilə Qarabağda tikinti və bərpa quruculuq işləri həyata keçirilərkən yol verilən qanun pozuntularını aşkarlayıb və dövlət büdcəsindən mənimsənilməyə yol açan problemləri sistemli şəkildə nümayiş etdirib. Azad olunmuş ərazilərdə 23 enerji obyekti. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Dizayn Büro Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 2 satın alma müqaviləsi. Bizim o konuda bir şey söylememiz doğru değil çünkü devlette şirket arasındaki para ilişkisi. Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevin maraqlarının təmsilçisidir. Yanırıq məftillərin bu izindən baxırıq dədə-baba yaşadığımız torpağımıza. Paşa Holdingin səhmdarı kimi göstərilən Bless və Reverie MMC şirkətlərinin sahibləri Prezident İlham Əliyevin qızları Leyla və Arzu Əliyevadır. Abzas Media xüsusilə 2020-ci ildə 2-ci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın geri qaytardığı Qarabağda və onun ətrafındakı ərazilərdə həyata keçirilən dövlət layihələri ilə bağlı korrupsiya araşdırmaları sayəsində geniş tanındı. Abzas Media öz araşdırmaları ilə göstərirdi ki, bu milli qələbə və onun təməlində duran qurbanlar Əliyevin yaxın çevrəsinin maddi maraqlarına xidmət etmək üçün istifadə olunub. Bununla da Abzas Media rejimin legitimliyinin əsas dayaqlarından birini birbaşa sarsıdırdı. Hakimiyyətin Qarabağda apardığı işlər, orada böyük korrupsiya əməlləri törədilirdi və bu əməlləri ortaya çıxardan Abzas Media idi. Çünki susturulmuşdu azad mətbuat, meydanda tək-tək adamlar qalmışdı. Onlardan biri də Abzas Media və onun əməkdaşları idi ki, onların bu şəkildə araşdırmalar aparması, cinayətləri ortaya çıxartması, eyni zamanda bunu yayması artıq dözülməz hala gəlmişdir, elə deyə də hakimiyyət üçün. Onlar tənqidi səsləri eşitmək istəmirdilər. Elə məhz bu araşdırmaların nəticəsi olaraq Abzas Media 2023-cü ildə hakimiyyətin müstəqil mətbuata qarşı başlatdığı repressiya dalğasının ilk hədəfinə çevrilib. Media qurumunun ofisinə basqın edilib, 6 əməkdaşı ard-arda həbs edilib. Zorakılıq eləyiblər Ülvü. Həmin ilin noyabrında əvvəlcə direktor Ülvi Həsənli və media əməkdaşı, ictimai fəal Məhəmməd Kekalov saxlanılıb. Ardınca baş redaktor Sevinç Vagif qızı, jurnalist Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmacı jurnalist Hafiz Babalı həbs ediliblər.
Onlara qarşı qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, vergidən yayınma, sənəd saxtalaşdırma və cinayət yolu ilə əldə edilmiş vəsaitləri leqallaşdırma kimi ittihamlar irəli sürülüb. Həbsxana məni tuturanların yeridir. Jurnalistlər ittihamı rədd edib və həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildiriblər. 2025-ci ilin iyununda Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalistlərə hökm oxunub. Ülvə Həsənli, Sevinç Vagif qızı, Hafiz Babalı və Azadlıq Radiosunun jurnalisti Fərid Mehralzadə hər biri 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Nəhəmməd Kekalov 7 il 6 ay azadlıqdan məhrum ediliblər. Beynəlxalq jurnalist və insan hüquqları təşkilatları, hüquq müdafiəçiləri bu hökmləri siyasi motivli sayıb. Abzas Media son repressiya dalğasının ilk hədəflərindən birinə çevrildi. Çünki o, Azərbaycan hakimiyyətinin ən çox qorxduğu şeyi, korrupsiya və vəzifədən sui-istifadə hallarını üzə çıxaran müstəqil araşdırma jurnalistikasını təmsil edirdi. Hakimiyyətin mesajı çox aydın idi. Araşdırma aparmağa davam edən jurnalistləri susturmaq və onları cəzalandırmaqla digərlərini qorxutmaq. Özünü azad, müstəqil adlandıran Abzas mediaçılarının adları qaçaqmalçılıqda hallanan və həbs olunan Abzas Media saytı. Abzas Media xəbər portalının qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirdiyi, eləcə də şəbəkənin məqsədi heç də ölkədə hansısa inkişafa nail olmaq deyil. Mediaya qarşı təzyiqlər təkcə bununla kifayətlənməyib. Hökumətyönlü mediada Abzas Media və əməkdaşları haqqında ard-arda xəbərlər dərc edilərək qaralama kampaniyaları aparılıb. Saxlanılan jurnalistlərin təqsirsizlik prezumsiyaları pozulub və onlar məhkəmə qərarı olmadan cəmiyyətə cinayətkar kimi təqdim ediliblər. Abzas Medianın başına gələnlər ayrıca bir hadisə deyildi. Bu, jurnalistikanı kriminallaşdırmaq və ölkədə qalan son müstəqil səsləri aradan qaldırmaq üçün həyata keçirilən daha geniş strategiyanın bir hissəsi idi. Mən inanmırdım ki, hakimiyyət bu dərəcədə qısasçı və amansız olsun. Onlar hansı cinayəti törətmişdilər ki, 8 il, 9 il sən onlara iş oxuyursan. Məqsəd budur ki, biz nə eləyirik, yeyirik, dağıdırıq, İstədiyimizi eləyirik, bunu heç kim görməsin, eşitməsin. Lal kör. İcazəli media bugün yaradıblar da, bilirsiniz. İcazəli media, reyestrli media. Onlar prezident aparatından gələn hansı sifarişdir, hansı yazıdır, orada altına sadəcə imza qoyurlar. Yəni bunlar indi belə bir media lazımdır. Abzas Mediaya təqib və təzyiqlər nəticəsində media qurumunun Bakıdakı ofisi fəaliyyətini dayandırıb. Saytına isə ölkə daxilindən giriş bloklanıb. Bununla bağlı yerli məhkəmələrə edilən müraciətlər nəticəsiz qalıb. Redaksiya fəaliyyətini ölkə xaricində davam etdirməyə məcbur qalıb. Media qurumu xəbərlər, araşdırmalar, məhkəmə materialları, insan hüquqları pozuntuları və korrupsiya mövzuları ilə bağlı materiallar yayınlamağa davam edib. Repressiyalardan, kütləvi həbslərdən və komandanın bir hissəsinin mühacirətə getməsindən sonra da Abzas Media mühüm rol oynamaqda davam edir. Bu cür təzyiqlərə baxmayaraq fəaliyyətini davam etdirməsi hakimiyyətə göstərir ki, müstəqil medianı tamamilə məhv etmək mümkün deyil. Bu gün belə əməkdaşlarının 6-sı həbsdə olduğu halda Abzas Media dəqiq və müstəqil məlumatların yayılmasında əhəmiyyətli rol oynamağa davam edir. Təzyiq və repressiyalara baxmayaraq, Abzas Medianın həbsdəki əməkdaşları da jurnalist fəaliyyətlərini dayandırmayıblar. Onlar həbsxananın özünü də jurnalist araşdırmasının mövzusuna çevirərək oradakı problemləri ictimailəşdiriblər. Jurnalist fəaliyyətlərini dəmir barmaqlıqlar arxasında da davam etdiriblər. Jurnalistlər bu fəaliyyətlərinə görə müxtəlif təzyiqlərlə, informasiya və görüş imkanlarının məhdudlaşdırılması ilə üzləşiblər. Bizə görüşdə məhdudiyyət qoyurdular, incidentlər, canlı görüş vermirdilər, şüşə arxası görüş verirdilər, o da başımızın üstündə kimsə dururdu. Jurnalistlərə qarşı təzyiqlər sonrakı müddətlərdə də davam edib. 2025-ci ilin iyulunda Abzas Medianın direktoru Ülvə Həsənli saxlanma şəraitinə və Bakı İstintaq Təcridxanasına qaytarılmamasına etiraz olaraq müddətsiz aclıq aksiyasına başlayıb. Baş redaktor Sevinç Vagif qızı, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova da ona dəstək məqsədi ilə aclığa qoşulublar. Həmin ilin sentyabrında Sevinç Vagif qızı, Nərgiz Absalamova və Elnarə Qasımova Bakıdan uzaqda, Lənkəranın Qurumba kəndində yerləşən penitensiar kompleksə köçürülüblər. Jurnalistlər bu qərarın onların həbsxanadan göndərdikləri yazılarla əlaqəli olduğunu bildiriblər. Yaxınları isə Bakı ilə Lənkəran arasındakı məsafənin görüşlərə getməyi çətinləşdirdiyini deyirlər. Biz tezdən çıxırıq, axşam qaranlığa gəlib evə çıxırıq. Sevincə gedib yarım saat yanında durmağa görə biz o boyda yolu gedib gəlirik. Həbsdə olan jurnalistlərə demək istərdim.
Siz unudulmamısınız. Sizin fəaliyyətiniz önəmlidir. Cəsarətiniz önəmlidir. Dünyanın müxtəlif yerlərindəki həmkarlarınız və tərəfdarlarınız azadlığa buraxılmağınız üçün səslərini ucaltmaqda davam edirlər. Hakimiyyətin susturmağa çalışdığı həqiqətlər sizin cəsarətiniz sayəsində beynəlxalq səviyyədə daha da görünən olub. Həbsdə olan həmkarlarıma demək istəyirəm ki, beynəlxalq ictimaiyyət baş verənləri izləyir. Hamı sizin böyük ləyaqət və mənəvi güc nümayiş etdirdiyinizi görür. Düşünürəm ki, siz də bilirsiniz. Sizə qarşı bu addımları atıblarsa, deməli sizdən qorxurlar. Sizin fəaliyyətinizdən, araşdırmalarınızdan qorxurlar. Bu da göstərir ki, hazırladığınız materiallar həqiqətən əhəmiyyətli olub. Son illərdə media qurumu və onun əməkdaşları bir sıra beynəlxalq mükafatlara layiq görülüblər. 2024-cü ildə People in Need təşkilatı Abzas Mediaya Homo Homini mükafatını verib. Həmin il media qurumu Norveçin Fritt Ord və Almaniyanın Zeitstiftung Bucerius fondlarının təsis etdiyi Azad Media mükafatı ilə təltif edilib. 2025-ci ildə The Baku Connection layihəsi European Press Prize-ın xüsusi mükafatını alıb. Bu layihə çərçivəsində Abzas Media jurnalistlərinin başladığı araşdırmaları beynəlxalq tərəfdaşlar davam etdirib. Ülvi Həsənli, Václav Havel İnsan Hüquqları mükafatının siyahısına daxil edilib. Azərbaycani jurnalist Sevnik Vasik Gizi Sevinç Vagif qızı ABŞ Dövlət Departamentinin Antikorrupsiya çempionu mükafatına, Sərhədsiz Reportyorlar Təşkilatının Cəsarət mükafatına, Anna Politkovskaya Arman Soldin adına jurnalistikada cəsarət mükafatına layiq görülüb. Onun adı 2 il ardıcıl olaraq Vahid Azad Mətbuat Koalisiyasının 3 may Dünya Media Azadlığı Günü münasibəti ilə illik hazırladığı 10 ən vacib siyahısına daxil edilib. Nərgiz Absalamova, Fritt Ord və Zeitstiftung Bucerius fondlarının Azad Media mükafatının 2025-ci il üzrə qalibi olub. 2026-cı ildə isə Abzas Media Beynəlxalq Mətbuat İnstitutu və Beynəlxalq Media Dəstəyi Təşkilatlarının Azad Media öncülü mükafatına layiq görülüb. Bugün Abzas Media 10 illiyini əməkdaşlarının bir qisminin həbsdə, bir qisminin isə mühacirətdə olduğu şəraitdə qeyd edir. 10 il əvvəl Bakıda başlayan media fəaliyyəti bugün mühacirətdən davam edir. Azərbaycan mətbuatı tarixində isə bu mənzərə yeni deyil. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra təzyiqlərə görə o vaxtki yerli mətbuat da ölkə hüdudlarından kənarda fəaliyyətini davam etdirirdi. Bugün təxminən bir əsr sonra yeni yaşına qədəm qoyan Abzas Mediada daxil olmaqla Azərbaycanın müstəqil mediası tarixin oxşar səhifələrini təkrar yaşayır.